Üstü funksiyalar bölməsinə aid belə bir sual var. Əslində qüvvətlə bağlı olan bir məsələdir. Bunu belə yaza bilərik. Məsələn, 5 üzərində A vurulsun 7 üzərində A bizə 35 üzəri A-nı verir. Bərabərdir 7 üzərində A, qüvvətə çıxılması bilirik ki, bölünmə deməkdir. Onda biz bunu 7 üzərində B yazarıq. 7 üzərində A-ları ixtisar eləsək, yəni hər tərəfi 7 üzərində A-ya bölsək, alırıq ki, 5 üzərində A bərabərdir 1 bölünsün 7 üzərində B-yə. Və buradan da bu nəticəyə çıxarda bilərik ki, 7 üzərində B bərabərdir 1 bölünsün 5 üzərində A-ya. Bunu nəzərimizdə saxlayırıq. İndi bizə verilən ifadəyə baxırıq. Bu ifadənin qiymətini tapmağımızı istəyir. 49-u biz 7 üzərində 2 vurulsun B bölünsün 2A şəklində yazsaq, 2-lər ixtisar gedər. Alınar 7 üzərində B bölünsün A. Və buradan da almış olurum ki, 7 üzərində B qüvvətində 1 bölünsün A şəklində yaza bilərik və bizə verilən ifadəni almış oluruq. Yəni 7 üzərində B-nin 1 bölək 5 üzəri A olduğunu alırıq. Və onda yerinə yazsam bunu da, ifadə bu şəkildə olur. 1 bölünsün 5 üzərində A üzərində 1 bölünsün A şəklində yazırıq. Və bunları da vursaq, aydın məsələ ki, məsələn, bunu belə yaza bilərik. 5 üzərində mənfi A, çünki 1 bölünsün 5 üstü A olduğu üçün. Bunu vururam 1 bölünsün A-ya. A-lar ixtisar gedir, alınır 5 üzərində mənfi 1. Yəni 0,2 alınmış olur.